İnsanlar müalicədən ötürü gəlir, sağalır, əsanı burada qoyur gedir. Naftalanda indi mən bura gələnə kimi elə bilirdim ki, naftalan nefti belə yüngül kremdir, sürtürsən profilaktik tədbir ya da cüzi təsiri olan bir maddədir. Bura gələndən sonra gördük ki, çoxlu xəstəliklərin çarəsidir. Hətta bəzi xəstəliklər var ki, tək çarəsi naftalan neftidir. Burada da xəstə insanlar gəliblər, sağalıb, hətta bəziləri deyir, əl arabası ilə gəlir və gəzə-gəzə gedirlər. 70-ci illərdə əsalarını qoyub gedən insanların əsaları yığılmağa başlayır və 83-cü ildə kiçik bir kolleksiya düzəldirlər. Bir də 15-20 gün burada müalicə kursu götürəndən sonra insanlar gedir, o müalicənin təsirini daha yaxşı görürlər zaman keçdikcə və oradan təşəkkür məktubları yazıblar. Bunların da kolleksiyasını yaradıblar burada. İki məsələ var. Birincisi, insanlar dəri xəstəliyi olanda da gəlirlər bura. Bəzi bulaşıcı dəri xəstəlikləri var ki, bu insan yağın içərisinə girir, vanna qəbul eləyir, sonra o adam çıxır, başqa insan üçün o yağın bir hissəsi istifadə olunur. Həmişə fikirləşirdim, nətər olur ki, o xəstəlik ona keçmir? Naftalan nefti antiseptikmiş. Heç bir bulaşıcı xəstəlik onun içində qala bilmir. İkinci məsələsi də ancaq Azərbaycandadır bu neft. Bu formatda, bu tərkibdə belə müalicəvi neft. Belə işləri adətən pirlərdə deyirlər ki, filan pirə getdi, əlində əsa ilə əsanı qoydu, çıxdı. Amma bunun elmi və müalicəvi tərəfi var naftalanda. Təəccüblənirik gəzdikcə. Naftalana gələndə də Mədəniyyət Mərkəzi və Tarix Muzeyi eyni binadadır. İçərisində də belə bir güşə ayırıblar. Bura gəlib baxarsınız. Burada daha canlı görəsiniz o neftin təsirini.